Azərbaycanda vətən müharibəsi, dünyada informasiya müharibəsi başladı. Azərbaycan Ermənistanın Qarabağda 30 illik işğalına son qoyan 44 günlük vətən müharibəsinə başladı. Bu, xaricdəki Azərbaycan icmaları üçün informasiya müharibəsinin yeni və daha məsuliyyətli dövrü idi. Dünya Azərbaycanlıları milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərməyə başladılar. Onlar orduya, şəhid ailələrinə, yaralanan mülki şəxslərə, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yardımlar göndərirdilər. 44 günlük müharibə dövründə komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə minlərlə bəyanat ünvanladılar. Avropa Parlamentinin üzvlərinə bəyanat və müraciətlər birbaşa təqdim olundu. Xaricdəki icma üzvlərinin iştirakı ilə 36 ölkədə saysız hesabsız tədbir, o cümlədən aksiya, yürüyüş, avtoyürüyüşlər keçirildi. Müharibə dövründə diaspor nümayəndələri xarici televiziyalarda 98 dəfə canlı yayıma qatıldılar. Dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonferans təşkil olundu. Diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirdilər. Komitə Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videoklip hazırlayaraq yayımını təşkil edib. Diaspor nümayəndələri sistemli şəkildə beynəlxalq mediaya çıxaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdılar. Müharibə və post-müharibə dövründə xaricdəki Azərbaycan icmalarının üzvləri ölkəmizə humanitar yardımlar göndərdilər. Diasporumuzun həmin vaxt ordumuza, şəhid və qazi ailələrinə göndərdiyi yardımın məbləği 3 milyon manatdan çox oldu. Amerika Birləşmiş Ştatlarında şəhid ailələrinə yardım adlı geniş ianə kampaniyası başladılıb və 100 minlərlə Amerika Birləşmiş Ştatları dolları toplanaraq ölkəmizə göndərilib. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən United Charities for Azərbaycan Xeyriyyə Fondu 200 xəstəxana çarpayısını humanitar yardım qismində Azərbaycana göndərdi. Rusiyadan ölkəmizə müxtəlif bahalı tibbi avadanlıqlar, onların ehtiyat hissələrindən ibarət dəst, eyni zamanda yüzlərlə əlil arabası göndərilib. Qələbəni bizə yaşadanları birlikdə yaşadaq şüarı altında ilk dəfə baş tutan Yaşad Xeyriyyə Marafonu Azərbaycan diasporunun Yaşad fonduna 1 milyon manatdan artıq vəsait köçürməsi ilə nəticələndi. Xarici mediada Xeyriyyə Marafonu ilə bağlı 50-dən çox yazı dərc olundu. Sosial şəbəkələrdə, xüsusilə Telegram kanallarında yayılan informasiyalar milyonlarla insana çatdı. Azərbaycan diasporuna dəstək fondunun xətti ilə şəhid övladları və Qarabağdan məcburi köçkün olan ailələrin övladlarının iştirakı ilə hər il qardaşlaşmış Qarabağ məktəbləri layihəsi həyata keçirildi. Layihə bugün də davam edir. Azərbaycanda vətən müharibəsi, dünyada isə informasiya müharibəsi başlamışdı. Azərbaycan vətən müharibəsində qələbə qazandı. Dünyada informasiya müharibəsi davam edir, davam edəcək. Mən qürur hissi ilə Azərbaycan bayrağını bugün qaldırmışam və doğma xalqıma sözümü deyərək bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Və bugün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.